Bir tərəfdən intensiv yağıntılar, digər tərəfdən isə kəskin isti və quraqlıq. Dünyada qlobal iqlim dəyişikliyi fəsadlarının gündən-günə artması aqrar sahəyə, xüsusən də taxılçılığa ciddi ziyan vurur. Bu, müasir çağırışlar fonunda torpaq və su resurslarından səmərəli istifadəni şərtləndirir. Alimlər bildirirlər ki, iqlim dəyişmələri insanların qidaya olan tələbatını da artırır. Bugün elm adamlarının qarşısında duran əsas məqsədlərdən biri məhz ölkəmizdə yeni buğda sortlarının yaradılmasıdır. Araşdırmalar göstərir ki, klassik metod və fərdi seçmə ilə yaradılan sortlar iqlimin yaratdığı dəyişikliklərə cavab vermir. Bu baxımdan yeni texnologiyaların buğda sortlarında tətbiq olunması qaçılmazdır. Bugün bizim yaratdığımız sortlar, hansı ki bu buğda sortları artıq yeni metodlar vasitəsilə, yeni texnologiyaların tətbiqi ilə yaradılacaqdır. Yalnız sortların yaradılması təkcə əkin sahələrinin artırılması hesabına deyil, məhsulun artırılması. Əsasən yeni məhsuldar, biotik, abiotik amillərə davamlı olan yeni sortların yaradılması və istehsalata tətbiqini tələb edir. Bu qaçılmazdır, çünki istənilən halda, istənilən dövrdə dövrün tələbinə cavab verən yeni metodlar, yeni texnologiyalar tətbiq olunmalı və çağırışlara cavab verən sortlar yaradılmalıdır. Hal-hazırda ölkəmizdə təxmini olaraq 1 milyona yaxın əkin sahəsi var. Bu əkin sahəsində Əkinçilik Elmi Tədqiqat İnstitutunun yaratdığı sortların payı təxmini 50-65% arasında dəyişir. Biz istəyirik ki, artıq bundan sonra sürətli seleksiyanı tətbiq etməklə, rəqəmsal texnologiyanı tətbiq etməklə, GIVAS texnologiyasını tətbiq etməklə yeni sortların yaradılmasını biraz da sürətləndirək. Yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması aqrar sahənin rəqəmsal transformasiyasına keçidi sürətləndirəcək. Bununla da məhsuldarlığın artırılmasına nail olmaq mümkündür. Ərzaq təhlükəsizliyinin təmin olunması üçün alimlərimiz Türkiyə, Almaniya, Mərakeş alimləri ilə bir araya gəliblər. İlk növbədə rəqəmsal texnologiyadan istifadə etməklə keyfiyyətli buğda əldə etməyin vacib olduğu vurğulanıb. Texnologiyalardan istifadə edərək bu məhsulun verimliliyini artırmaq, özəlliklə xəstəliklərə dayanıqlı bir məhsulun artırması üçün genetik olaraq dəyişikliklərin edilməsi və bunların dalsızca bu artıq dəyişikliklərdən sonra biz toksik maddələrə ehtiyacımız azalır. Yəni pestisitlərin kullanımı azalır, gübrələrin, yəni kimyəvi gübrələrin istifadəsi azalır və bu da insanın sağlıqlı qidadan bəslənməsinə yardımcı olur. Məhsulların, toxumlarının bankalarını hazırlamaqla, bunları fermerlərə verməklə bu sistemi artıq dəyişmək olar. Çünki artıq dünya gedir o tərəfə, yəni az su, az kimyəvi maddə, çox məhsul və sağlam məhsul. Yerli mütəxəssislərimiz uzun illərdir geniş tədqiqat işlərinin aparıldığını deyirlər. Proses molekulyar gen səviyyəsindən başlayaraq əkin səviyyəsinə qədər bütün formaları əhatə edib. Hal-hazırda dünyada ərzaq təhlükəsizliyin təmin olunması, buğdanın yaxşılaşdırılması üçün ən vacib metod, ən müasir yanaşma GIVAS texnologiyalar hesab olunur. Yəni ki, bunlar həm yeni sortların sürətlə yaradılmasına imkan verir, həm də onların seçim prosesini çox rahat şəkildə sürətli etməyə, deməli, tətbiq etməyə imkan verir. Nəticələr ümidvericidir və bugün biz əkin sahəsində həmin seçilən sortların əkin prosesinə baxırıq və o fərqləri görə bilirik. Apardığımız tədqiqatlar, həm müasir yanaşmalar, həm bugün dövlətdə geniş tətbiq olunan rəqəmsal yanaşmalar, süni intellekti, maşın öyrənmə üsullarının tətbiqi bizim yekunda qısa sürədə daha davamlı, quraqlığa davamlı və yüksək məhsuldarlığını saxlaya bilən yeni sortlarımızın yaradılması üçün əsas olacaqdır. Hazırda bizim yaratdığımız ən yeni sortlardan Yubiley 90 və lider sortları Respublikada yayılmağı başlanmışdır. Toxumçuluğu başlanmış və Respublikada yayılması daha da inkişaf elətdirməsi üçün işlər aparılır və toxumçuluğu, ilkin toxumçuluğu qurulmuşdur. Bundan başqa toxumçuluq prosesi, seleksiya prosesi davam edir və bugün bizim dayandığımız seleksiya sahəsində seleksiyanın müxtəlif mərhələlərindən çoxlu miqdarda yeni sortların yaradılması gözlənir ki, bu da gələcəkdə Respublikanın ərzaqla təmin olunması üçün, xüsusilə ərzaq buğdası təmin olunması üçün
mühüm rol oynayacaqdır. Bu texnologiyalar kənd təsərrüfatı məhsuldarlığını artırmaqla yanaşı fermerlərin iş yükünü azaldır və kənd təsərrüfatının gələcəyini formalaşdırır. Xüsusən də gələcəkdə ölkəmizin ərzaqlıq buğda ilə təminatını 70%-ə qaldırmaq imkanına malik olacaq. Bu isə həm iqtisadi, həm də ekoloji baxımdan böyük fayda verəcək.